Baxınıza, pasiyent var, deyir, misal üçün 2 qızım var, indi qarşımızda oturan deyir ki, hamiləliyimdə çox qusmuşam, misal üçün öymələr, qusmalar çox olub. Bu hələli 10 həftədir saxlamışıq oğlan arzusu ilə. İnşallah ki, onlar bir bunda qusma, ürək bulama falan yoxdur. Hər insan hamiləliyi bir cür keçirir. Kimi ki, mədəsində kislatası da çoxdur, onun izroqalar da çox olur, yandırmalar falan, gərmələr olur. Kimi ki, mədəsi bir problem yoxdur, adətən sakit keçir. Və bizdə var da, xalqımızda belə bir xüsusiyyət ki, qızda qustum, oğlanda qusmadım. Bu belə fərqlidir. İndi biz də bu postu çəkək. Düşünürəm ki, aktiv olacaq. Hamımız yazın. Kim oğlanda qusmuşdu, kim qızda qusmuşdu. Onu qeyd edelim. Biz özümüzə bir yol eləyək, hesablayaq və inşallah 3 həftədən sonra 13 həftə olacaq cinsiyyətinə baxacaq. Yadıma salın, yazaq. Bu qızımız qızların da qusub, buna hələ qusmur, heç bir şey eləmir. Görəm, oğlan olacaq, olmayacaq. Yəni ona da buradan bir maarifləndirici post kimi olsun. Maarifləndirici deyil də aktiv olunacaq bir post kimi olsun ki, görə həqiqətən adam var deyir, oğlanda çox qusurdum, qızlarda heç xəbərim olmadı. Adam var deyir, qızlarda çox qusurdum, oğlum rahat keçdi. Baxaq görək bu postun aktivliyi necə olacaq, sizlərdən çox şey asılıdır. Həm də qızımıza inşallah Allah oğul pay verir, çünki çapıqda defektimiz var, ispat sel dediyimizdə biraz riskli gedirik, amma gedirik, Allah köməyimiz olsun.